Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, HES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizə qiymətləndirmə 3-cü hissəni izah edəcəm və sizə demişdim ki, qiymətləndirmə bölməsi 3 hissədən ibarətdir. Kurikulumun ən böyük, həcmcə ən böyük mövzularından biridir. Həm MİQ imtahanına, həm sertifikasiya imtahanına, ha belə müsahibə mərhələsində sizin qarşınıza çıxa biləcək bir mövzudur. Yəni 100% siz bu mövzudan imtahanda və müsahibə mərhələsində suallar görəcəksiniz və yaxud da eşidəcəksiniz. Ona görə də qiymətləndirmə haqqında ətraflı məlumat almaq istəyirsinizsə, bundan əvvəlki 2 videomuza da mütləq baxın. Qiymətləndirmə 1-ci hissə, qiymətləndirmə 2-ci hissə və bu gün də sonuncu olaraq qiymətləndirmə 3-cü hissəni izah edib qiymətləndirmə dərsini sizinlə bitirəcəm. Gəlin indi davam edək. Biz sizinlə məktəbdaxili qiymətləndirmədən, ümumiyyətlə qiymətləndirmə haqqında məlumatlar əldə etmişdik. Və demişdik ki, məktəbdaxili qiymətləndirmənin neçə növü var? 3 növ var idi. Formativ, diaqnostik, summativ qiymətləndirmə. Formativin aparılma üsullarını keçən dəfə sizə izah etdim. Dedik ki, formativ, işıq for, BİBÖ, 3-2-1, akvarium, karusel, rubriklərlə özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi, sual-cavab tapşırıqları və s. Bax, bu yollarla aparıla bilirdi. Onların hər birini sizə izah etdim, amma rubrik hissəsini saxladım. Dedim ki, rubriki ayrıca izah edəcəm ki, müəllimlər bunu daha gözəl şəkildə başa düşsünlər. Gəlin, birinci baxaq, görək rubrik nədir? Ümumiyyətlə, müəllimlər, yadda saxlayın ki, rubrik qiymətləndirmə cədvəlidir. Yəni, biz şagirdə müəyyən təlim məqsədinə görə meyar çıxardırıq, düzdür? Və həmin meyarlar əsasında da şagirdi qiymətləndiririk. Baxın, bizim qiymətləndirmə cədvəlimiz adlanacaq rubrik. Hər bir müəllim mütləq şəkildə, bax, mütləq şəkildə məqsədə uyğun, mütləq şəkildə meyar çıxartmalıdır. Bunu yadda saxlayın. Sizə sual verilsə ki, müəllim qiymətləndirmə meyarını nəyə əsasən müəyyən edir? O zaman cavab verin ki, təlim məqsədinə əsasən müəyyən edir. Bəzən sizə sual düşər, testdə qarşınıza çıxar. Ola bilərmi qiymətləndirmə meyarları təlim məqsədi ilə uzlaşmasın? Heç bir halda elə bir şey baş verə bilməz. Qiymətləndirmə meyarı hər zaman təlim məqsədinə uyğun qurulmalıdır və təlim fəaliyyətinə, təlim məqsədinə uyğun şəkildə hazırlamalıdır. Çünki biz qiymətləndirmə meyarı ilə bu cür şagirdin nə əldə etdiyinə baxa bilirik. Baxın, biz əgər şagirdi qiymətləndirməsək, formativi aparmasaq və yaxud da müəyyən meyarlar əsasında şagirdi qiymətləndirməsək, o zaman şagirdin nə öyrəndiyini hardan bilə bilərik? Təbii ki, bilə bilmərik. Deməli, davam edirəm. Deməli, dedik ki, rubrik qiymətləndirmə cədvəlidir və bu qiymətləndirmə cədvəlindən həm müəllim istifadə edə bilər, həm şagirdlər istifadə edə bilər. Yəni, məsələn, yoldaş qiymətləndirməsində biz rubriki şagirdlərə təqdim edirik, onlar bir-birlərini qiymətləndirirlər və yaxud da özünü qiymətləndirmə zamanı biz rubrikləri şagirdə təqdim edirik, şagird o zaman özünü qiymətləndirə bilir və yaxud da mənim öz rubriklərim əsasında, yəni mən şagirdləri qiymətləndirmiş oluram. Müəllimin vaxtına qənaət edir, bəli, çünki mən əvvəlcədən orada hazırlayıram, hansı meyar əsasında şagirdi qiymətləndirəcəm, mənim meyarlar üzrə təsvirlərim nələrdir? Yəni, məsələn, tutaq ki, şagirdlər zəif, orta, daha güclü nəticə göstəriblər. Mən bunları necə dəyərləndirəcəmsə, əvvəlcədən müəyyən edirəm. Ona görə dərs ərzində artıq fikirləşmirəm ki, mən bu uşağa nə deyim və yaxud da mən bunun fəaliyyətini necə təsvir edim, mən bunun haqqında valideynə qiyməti haqqında necə məlumat verim, bunları artıq müəllim fikirləşmir. Çünki müəllimin əvvəlcədən yazılmış bir qiymətləndirmə cədvəli olur. Deməli, dedik ki, rubrik həm müəllim, həm də şagirdlər tərəfindən istifadə oluna bilər. Rubrik təlimə ədalətlilik gətirir, obyektivlik gətirir, ardıcıllıq gətirir, etibarlılıq gətirir. Nə deməkdir bu? Ədalətlilik əvvəlcədən müəllim axı uşaqlara təqdim edir. Məsələn, deyirəm ki, mən sizi bu meyarlar əsasında qiymətləndirəcəm və onların fəaliyyətini də təsviri demək olar ki, yazıldığına görə şagirdlər üçün qiymətləndirmə ədalətli davam edir və artıq müəllim özü də burada qərəzli yanaşa bilmir. Əvvəlcədən hazırlamısan axı, o sənin əlindədir. Ona görə də sən orada bir qərəzli
subyektiv fikir və əsasən davrana bilmirsən. Sən orada mütləq obyektiv fikrinə əsasən davranmalısan. Daha sonra şagirdlərdə tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bəli, məsələn, özünü qiymətləndirmə zamanı biz şagirdə rubriki təyin edirik və şagird rubriki əsasında özünü qiymətləndirəndə onda tənqidi təfəkkür, empati hissi, daha sonra belə deyək, metakognitiv bacarıqlar formalaşa bilər. Daha sonra deməli, 5-ə baxaq. Şagirdlər öz fəaliyyətlərini bu meyarlarla müqayisə edə bilir, təkrarlanan problemləri və davamlı inkişafı müşahidə edə bilirlər. Bəli, həmin rubrikdə şagird artıq nədə əziyyət çəkdiyini, nədə problem yaşadığını daha aydın görə bilir. Gəlin baxaq, bu hissədən danışdıq. Dedik ki, meyar nədir? Meyar şagirdlərdə nəyin qiymətləndirəcəyi haqqında məlumatdır. Biz indi sizlə danışırıq, rubrik 3 hissədən ibarətdir. Onun birinci hissəsi meyardır, ikinci hissəsi keyfiyyət səviyyəsidir, üçüncü hissəsi isə meyarlara uyğun keyfiyyət səviyyəsinin təsviridir. Baxın, bir daha deyirəm, rubrik 3 hissədən ibarətdir. Birinci hissəsi meyardır, ikinci hissəsi keyfiyyət səviyyəsidir. Üçüncü hissəsi isə meyarlara uyğun keyfiyyət səviyyəsinin təsviridir. Meyar deyəndə biz başa düşdük ki, təlim məqsədinə uyğun bizim qiymətləndirmə meyarımız olmalıdır. Yəni, biz bugün şagirdə hansı bilik və bacarığına görə qiymət verəcəyik? O bizim meyarımızdır. Keyfiyyət səviyyəsi odur ki, bizim 4 keyfiyyət səviyyəmiz var. Birinci, ikinci, üçüncü və dördüncü səviyyə. Yəni, bu bizim keyfiyyət səviyyəmizdir. Meyarlara uyğun keyfiyyət səviyyəsinin təsviri isə hər bir səviyyədə şagirdin fəaliyyəti necə olmalıdır? Məsələn, mən meyar çıxartmışam, arqument gətirir şagird, əsaslandırır və yaxud da əsərin əsas ideyasını müəyyən edir. Tutaq ki, bu şagird alıb birinci səviyyə və yaxud da bu şagird dördüncü səviyyədir. Axı biz əvvəlki kimi şagirdə 2, 3, 4 yaza bilmərik və yaxud da birinci səviyyə, ikinci səviyyə, üçüncü səviyyə, dördüncü səviyyə yaza bilmərik. Biz şagirdə nə yazırıq? İstəyir elektron jurnaldan istifadə edən müəllimlər, istəyirsə hələ də köhnə qaydada gündəlikdən istifadə edən müəllimlər. Biz şagirdin gündəliyinə və elektron jurnala müəllimlər bu hissəni yazırıq. Meyarlara uyğun keyfiyyət səviyyəsinin təsviri. Yəni, mən artıq onun fəaliyyətini təsvir edirəm ki, bugün sənin fəaliyyətin necə olub? Yəni, artıq birinci səviyyə yazıb durmuram, ikinci səviyyə yazıb gündəliyi bağlamıram. Mən onun fəaliyyətini orada təsvir edirəm. Məsələn, mətnin əsas ideyasını faktoloji biliklərlə izah etdi. Yəni, bu o deməkdir ki, şagird artıq birinci səviyyəyə cavab verib. Faktoloji biliklər ancaq əzbərlənəsi, yadda saxlanası məlumatlardır. Və yaxud da deyirəm ki, mətnin əsas ideyasını arqumentlərlə açıqladı. Bu artıq dördüncü səviyyədir. Çünki ən yüksək, belə deyim, bacarıqlardan birini reallaşdırıb. Və yaxud da deyirəm ki, mətndə əsas ideyanı əsaslandırarkən səbəb-nəticə əlaqələrini izah edir. Bu artıq üçüncü səviyyəmizə bizim uyğundur. Yəni, biz artıq şagirdin gündəliyinə, baxın, yazacağımız hissə budur. Hər bir səviyyəni meyara uyğun təsvir edirik. İndi müəllim artıq özü əvvəlcədən meyarları verir şagirdə, təqdim edir şagirdə və orada müəllim bilir. Məsələn, bugün mən hansı uşağa birinci səviyyənin təsvirini yazmalıyam? Bugün mən hansı uşağa üçüncü səviyyənin təsvirini yazmalıyam? Bugün hansı uşağa dördüncü səviyyənin təsvirini yazmalıyam? Və artıq dövlət bizdən tələb edir ki, siz artıq uşaqlara qiymət yazmamalısınız, səviyyələri yazmamalısınız. Nə yazmalısınız? Onların fəaliyyətini təsvir etməlisiniz. Bitdi. Fəaliyyətini təsvir edərkən də yadda saxlayın, bu çox önəmli bir hissədir. Biz artıq şagird çətinlik çəkir, bacarmır, edə bilmir, müəllimin köməyindən istifadə edir, qismən sözlərindən əsla artıq istifadə edə bilmərik. Bunu yadda saxlayın, çünki müsahibə mərhələsində bu bizə lazım olur. İndi gəlin müəllimə sizə bunu rubrikləri daha ətraflı şəkildə izah etsin və hissə-hissə izah edəcəm ki, daha gözəl şəkildə anlayasınız. Baxın müəllimlər,
biz icmal hazırlayırıq. Hər bir müəllim dərsə daxil olanda icmal hazırlayır, düzdür? İcmalda nələr yer alır? Mövzumuz, standartımız, məqsədimiz, iş formamız, iş üsulu və qiymətləndirmə meyarı, düzdür? Deməli, biz dərsimizin adını yazırıq, standartı metodik vəsaitdən götürürük, məqsədi də ya indi özümüz çıxarırıq, ya da metodik vəsaitdən götürürük. Gəlirik iş formamızı, iş üsulumuzu da yazırıq, gəlirik qiymətləndirmə meyarı, hansı ki bizim bugünkü dərsimizdir. Mənim qiymətləndirmə meyarım, baxın, məqsədim nədir? Mətndə sətiraltı fikir və ya informasiyanı izah edir. İndi mən şagirdə meyar qoymuşam. Mətndəki hadisə və faktlardan nəticə çıxardır. Yəni şagird o faktlardan nəticə çıxarda bildi. Mənim meyarımla məqsədim bir-birini izah etməlidir. Mənim meyarım məqsədimə görə çıxarılır. Bunu yadda saxlayın. Daha sonra müəllifin oxucuya çatdırmaq istədiyi əsas ideyanı müəyyən edir. Bu da mənim ikinci məqsədimdir. Mənim nə qədər məqsədim varsa, o qədər də meyar çıxartmalıyam. Yəni indi bilirsiniz də, müəllimin 3 məqsəd çıxartmaq şansı var. Amma yaxşı olar ki, müəllim ya 1 ya da 2 məqsəddən istifadə etsin. Yəni artıq 3 məqsədin özü belə təlimdə çoxluq yaradır. Yəni 3 məqsəd çıxartsan, onun 3 də meyarı olmalıdır. Ona görə ya 1 ya da 2 məqsəd çıxartsanız daha yaxşı olar. İndi o da dərsinizə görə nə etmək lazım olduğunuzu özünüz daha gözəl şəkildə bilirsiniz. Deməli, mətnin əsas ideyasını müəyyən edir və mənim meyarım budur. Mətnin əsas ideyasını müəyyən edir. Fikir verdiniz müəllimlər? Mənim meyarım qiymətləndirmə meyarım məqsədimə uyğun oldu. Yəni mənim meyarım əsas ideyanı müəyyən edir. Mənim məqsədim də şagirdin əsas ideyanı müəyyən etməsi idi. Bunlar arasında sıx əlaqə var. Ona görə deyirəm ki, bəzən deyir ki, uzlaşmaya bilər. O düzgün fikir deyil. Mütləq şəkildə uzlaşmalıdır. Davam edirəm. Baxın, burada yazmışam. İkinci və üçüncü hissəyə, yəni keyfiyyət səviyyəsi və meyarlara uyğun keyfiyyət səviyyəsinin təsviri hara yazılır? Bəzən müəllimlərə deyəndə rubrik qəribə olurlar ki, ay müəllimə, biz belə bir şey eşitməmişik də. Yəni, ay müəllim, bu rubrik nədir? 3 hissə nədən ibarətdir? Əslində biz bütün günü bundan istifadə edirik. Sadəcə bunun adını, mənasını, qanuni belə deyək də yolla bilmirik. Biz meyardan danışdıq. Gördünüz də meyarı harda yazdıq? Gündəlik icmalımızda yazırıq. Bunu belə deyək, fəaliyyət göstərən hər bir müəllim yazır. Yəni elə bir müəllim yoxdur ki, icmal yazmasın. Meyarımız harda öz əksini tapdı? Orada. Meyarı başa düşdükdə düzdür. Meyarımız gündəlik icmalda yazıldı. Bitdi. İndi gələk görək, bəs bu keyfiyyət səviyyəsi, bəs keyfiyyət səviyyəsinin təsviri onlar harda yazılır? Bax, burada da onu qeyd etmişəm. Şagirdin gündəliyində və ya elektron jurnalda siz müəyyən etdiyiniz meyara uyğun bir dəyərləndirmə aparırsınız. Yəni, şagird sizin verdiyiniz tapşırığı necə yerinə yetirib? Məsələn, birinci hissə, birinci səviyyəyə uyğun gəlib onun tapşırığı, ikinci səviyyəyə mi, aşağıdırmı, yuxarıdırmı, ortadırmı, lap yüksək nəticə göstərib? Siz bu dəyərləndirmə hissəsini artıq elektron jurnalda və yaxud da şagirdin gündəliyində edə biləcəksiniz. Yəni, yaza biləcəksiniz. Aha, baxın, rubrikin artıq sizə tam aydın cədvəlini göstərirəm. Yəqin ki, siz indi ekrandan baxanda bunu daha yaxşı görəcəksiniz. Baxın, müəllimlər, qiymətləndirmə cədvəli budur. Bax, qiymətləndirmə cədvəli, rubrik bu deməkdir. Birinci, meyarı yazdıq. Baxın, gördünüz, meyarları bura yazdım. Amma bu artıq, belə deyim, mənim gündəlik icmalımda mən bunları yazmış oluram. Bu sadəcə sizə göstərmək üçündür, müəllimlər. Yaxşımı? Mən bunları gündəlik icmalımda qeyd edirəm. Bu bizim keyfiyyət səviyyəmizdir. Bizim 4 keyfiyyət səviyyəmiz var və hər səviyyəyə uyğun da mən şagirdin fəaliyyətini təsvir etmişəm. Yəni, şagirdin gündəliyinə yazacağım hissə, baxın, bu hissədir,
bir də bunun içidir. Yəni təsvirlərin içərisində nə yazılırsa, şagirdin gündəliyinə mən onu yazmalıyam. Bayaqlarda dedim. Dedim ki, əgər şagird çox zəif cavab veribsə, mən onun gündəliyinə yazıram ki, mətndəki hadisələrin mahiyyətini anlayır. Amma qabaq yazırdı ki, çətinlik çəkir, bacarmır. İndi artıq olmaz. Müəllimlər kim də edirsə, əgər sinifə belə deyim, ya metodistiniz gəlsə və yaxud da hər hansı bir yoxlama sinifə gəlsə, onu sizə irad bildirəcəklər ki, siz niyə orada bacarmır, çətinlik çəkir, qismən sözlərindən istifadə etmisiniz. Yəni dövlətin müəllimdən tələbi nədir? Dövlət müəllimdən tələb edir ki, siz elə bir dərs qurun ki, şagird nəsə edə bilsin. Başa düşdünüz? Məsələn, çətinlik çəkir, edə bilmir, bu şagirdin motivasiyasını, öz güvənini aşağı salır, özünə inamını aşağı salır. Amma mən şagirdə deyirəm ki, ən zəif şagirdimə, mahiyyəti anlayırsan və yaxud da sadə fikirlər səsləndirirsən, indi görün bu gözəldir, yoxsa çətinlik çəkir, bacarmır ifadəsi. Əlbəttə ki, mən şagirdə desəm, sən sadə fikirlər səsləndirə bilirsən, bu artıq şagirdə bir motivasiya vermiş olur. Yəni, şagirdin öz güvənini artırır, müəllim sinifdə o negativ ab-hava yaratmır. Belə, baxın 4-cü səviyyə, əgər mənim şagirdim mənə çox yaxşı cavab veribsə, deyirəm ki, mətnin əsas ideyasını müəyyən edir, hadisələr və faktlarla dərin şəkildə təhlil aparır, məntiqi və əsaslandırılmış şəkildə təqdim edir. İndi deyirsiniz ki, ay müəllim, bəs bu gündəlik balacadır, biz bunu necə yazaq? Siz bunu daha yığcan formada yazarsınız. İndi mənim yerim var idi deyə bunu belə geniş yazmışam. Amma siz daha yığcan formada yaza bilərsiniz. Mətnin əsas ideyasını təhlil edir, mətnin əsas ideyasını məntiqi cəhətdən əsaslandırır, təhlil edir. Bax, belə bir qısa cümlədən istifadə edə bilərsiniz. Burada da qeyd etmişəm ki, biz artıq şagirdə çətinlik çəkir, bilmir, müəllimin köməyindən istifadə edir və s. kimi bu cümlələrdən istifadə etmirik. Bunlar qadağandır. Aha, indi davam edirəm holistik və analitik rubrikdən. Bu da imtahanda qarşınıza çıxa bilər, xüsusilə də MİQ müəllimlərinin qarşısına çıxa bilər. Gəlin görək tərtibatına görə rubrik, holistik və analitik rubrika bölünür. Bunlar nə deməkdir? Bunları ola bilər görməmisiniz, eşitməmisiniz, amma bundan sonra istifadə edə bilərsiniz. Holistik rubrik qısa müddətli apardığımız rubrikdir. Analitik rubrik isə analiz sözü ilə yadda saxlayın, uzun müddətlidir. Yəni, əgər mən, məsələn, dərsə daxil oluram və keçdiyim bir bölməni sürətli şəkildə şagirddən sual-cavab edirəm. Bu olur holistik. Amma bir də var ki, mən keçdiyim bir bölmədə elə mövzu yoxdur ki, oradan şagirdə sual verməyim. Bu olur uzun müddətli analitik. Biri az vaxt aparır, biri çox vaxt aparır. Sizə testdə nə düşəcək? Baxın, MİQ müəllimləri, bu sizə ünvanlanmış mesajdır. Bəzən deyir ki, o zaman müəllim analitik rubrik aparsın. Çünki o şagird haqqında daha yaxşı informasiya verir. Əslində, analitik rubrik şagird haqqında bəli, daha ətraflı informasiya verir. Amma mən onu hər dərs apara bilmərəm. Uzun müddət olduğuna görə, vaxt çox apardığına görə mən onu hər dərs apara bilmərəm. Holistiki məsələn hər dərs apara bilərəm, amma həmişə də holistik rubrikdən istifadə edə bilmərəm. Çünki axı mən şagird haqqında daha ətraflı məlumat da əldə etmək istəyirəm. Yaxşı olar ki, 2 həftədən bir analitik rubrikdən istifadə edəsiniz. Deməli, şagird haqqında ümumi dəyərləndirmə apara bilirik. Şagird haqqında hər bir meyara onun nə qədər yiyələndiyini müəyyən edə bilirik. Analitikdə şagird haqqında hər şeyi bilirik. Holistikdə isə ümumi şagird haqqında məlumat toplayırıq. Amma yenə də biz artıq deyə bilmərik ki, holistik pisdir, analitik yaxşıdır, analitik pisdir, holistik yaxşıdır. Hər ikisini də aparmaq lazımdır. Və davam edirəm. Deməli, formativ qiymətləndirmədə rubriklərdən danışırıq hal-hazırda. Deməli, müəllimlər, rubriklər, ümumi rubrik, tapşırığa əsaslanan rubrik olmaqla da 2 yerə bölünür. Ümumi rubrik nə deməkdir? Bəzən elə mövzular olur ki, biz o mövzularda bir meyar və yaxud da bayaq gördüyünüz o cədvəldən hazırlayırıq,
il boyu onu istifadə edirik. Məsələn, hansı mövzularda ola bilər? Bir-birinə yaxın olan mövzular. Azərbaycan dili müəllimi esse, ifadə, inşa, bax bu bacarıqlar demək olar ki, bir-birinə yaxın bacarıqlardır, yazı bacarıqları, düzdür? Mən bir meyar hazırlayaram, bir rubrik hazırlayaram. İl boyu həmin rubrikdən təkrar-təkrar istifadə edərəm. Bu adlanır ümumi rubrik. Amma bir də var tapşırığa əsaslanan rubrik. Artıq burada isə yəni şagird, elə deyim, müəllim bir-birinə yaxın mövzular yox, məqsədləri tamam fərqli-fərqli olan mövzuların rubrikini hazırlayır. Bir daha deyirəm. Deməli, ümumi rubrikdə mən bir meyar götürərəm, il boyu onu istifadə edərəm. İl boyu sözü ümumi rubrikdədir. Bu da adətən dediyim kimi yaxın məqsədlər olur. Məsələn, riyaziyyatda hesablama. Əgər mən bir il ərzində uşaqlara hesablama çox etdirəcəmsə, bir neçə bölmədə varsa, mən bir rubrik hazırlayaram, onu il boyu istifadə edə bilərəm. Məqsəd dəyişməyib, düzdür, yenə də hesablamanı qiymətləndirəcəm də, onu götürürəm, istifadə edirəm. Amma bir də var ki, məsələn, tapşırığa əsaslanan rubrik, belə deyim də, həndəsə və hesablama. Həndəsə ilə vurma, toplamanı mən eyni şəkildə qiymətləndirə bilmərəm. Və yaxud da fonetika, morfologiya. Mən bunlara bir rubrik hazırlaya bilmərəm. Onun məqsədi başqadır, morfologiyanın məqsədi başqadır, nə bilim, fonetikanın məqsədi başqadır. Amma esse, imla, ifadə, bunların məqsədləri yaxındır. Elə bir rubrik hazırlayaram və həmin rubrikdən də davam edərəm. Belə müəllimlər, bax, rubrik haqqında ümumi məlumat da verdik, rubriklərlə sağollaşdıq demək olar ki, və biz bu günləri sizinlə qiymətləndirmə bölməsi ilə ümumiyyətlə sağollaşdıq. Mən bacardığım qədər daha qısa, lakonik və sizə lazım olan hansı ki imtahanda, müsahibədə qarşınıza çıxan məlumatları sizə təqdim edirəm ki, həm vaxtınızı almayım, həm də belə deyək də daha sürətli şəkildə sizi öyrətməyə çalışaq. Qiymətləndirmə bölməsi hər bir müəllimin biləcəyi, bilməli olduğu bir mövzudur. Yəni sabah mən məktəbdə müəllim kimi fəaliyyət göstərəcəmsə, hal-hazırda müəllim kimi fəaliyyət göstərirəmsə, qiymətləndirmə haqqında mənim məlumatım olmalıdır. O mənə şagirdim haqqında informasiya verir. O bizə təlim haqqında informasiya verən vasitələrdən biridir. Ona görə dəyərli müəllimlərim, qiymətləndirmə mövzusunu çox gözəl şəkildə öyrənin. Öyrənin ki, sabah valideyn qarşısında, şagird qarşısında, hər hansı bir komissiya, belə deyək, yoxlama qarşısında alnınız açıq, üzünüz ağ şəkildə qala biləsiniz, belə deyək. Sizinlə sağollaşıram. Növbəti dərslərdə görüşərik. Özünüzə yaxşı baxın və videonu bəyənib rəy yazmağı unutmayın.